Dekabrın 27-sində bir qrup qeyri-hökumət təşkilatının təmsilçisi Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirib. Etiraz aksiyası keçirənlər arasında tanınmış qeyri-hökumət təşkilatları rəhbərlərindən iqtisadçı Qubad İbadoğlu, hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı, Mehriban Zeynalova, İntiqam Əliyev, Azər Mehdiyev, Elçin Abdullayev, Elşən Həsanov, Elxan Mehdiyev və digərləri olub. Onlar qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə edilən son dəyişikliklərə etiraz ediblər. Aksiya iştirakçıları bəyan ediblər ki, Milli Məclisin 17 dekabr 2013-cü ildə qəbul etdiyi qanunvericilik dəyişiklikləri qeyri-hökumət təşkilatlarının fəaliyyətini əhəmiyyətli şəkildə məhdudlaşdırmaqla milli qanunvericiliyə və dövlətin beynəlxalq öhdəliklərinə ziddir. 13-cü il tarixdə Milli Məclisin QET qanunvericiliyinə elədiyi dəyişikliklərə etiraz bəyanatımızı prezident aparatına təqdim eləmək üçün bura yığışmışıq. Etiraz aksiyası keçirən qeyri-hökumət təşkilatlarının rəhbərləri Prezident Administrasiyasında rəsmi şəxslərlə görüşüblər. Dekabr tarixində qeyri-hökumət təşkilatlarını tənzimləyən qanunvericiliyə dəyişikliklər təsdiq olunubdur və o prezidentə imzalamaq üçün təqdim olunubdur. Biz gəlib həm müraciətimizi ki, prezident onu imzalamasın, həm də ki, həmin dəyişikliklərə etirazımızı bildirmək üçün istəyirik ki, prezident aparatının məsul adamlarından biri ilə görüşək. Bizim hər birimiz seçkilərin saxtalaşdırılmasından yazdığımıza görə, hakimiyyətin korrupsiya siyasətini tənqid elədiyimizə görə, ölkədəki məhkəmə sistemindəki özbaşınalıqları tənqid elədiyimizə görə potensial qurbanlarıq. Görüşdən sonra QHT rəhbərləri jurnalistlərə açıqlama veriblər. Biz deməli qəbul otağında olduq və məqsəd ondan ibarət idi ki, həm etiraz bəyanatımızı, həm də ki, müraciətimizi çatdıraq. Və bəlli oldu ki, hal-hazırda aparat daxili müzakirələrə görə Əli müəllim yox, Tahir müəllimlə görüşəcəyik. Ona görə dedik ki, biz qısa müzakirə aparırıq və təbii ki, öz müraciətimizi və etiraz bəyanatımızı çatdırıb çıxacağıq. Tahir Süleymanovla İctimai Siyasi Şöbənin müdir müavini ilə görüşümüzdə aldığımız məlumat ondan ibarətdir ki, həmin sənəd təxminən bir neçə gün əvvəl prezident aparatından, Milli Məclisin prezident aparatına daxil olubdur və həmin sənəd öyrənilir bir neçə əlaqədar şöbələr tərəfindən və bizlərin, yəni həmin şöbələrin rəyi əsasında sənədin imzalanıb, imzalanmaması bəlli olacaq. Tahir müəllim onu açıqladı ki, bu sənəd prezident aparatından gəlməyibdir, Milli Məclisdə hazırlanıbdır və bu sənədin müəllifi prezident administrasiyası deyil. Və eyni zamanda qeyd elədi ki, yaxşı olar ki, vətəndaş cəmiyyəti özünün hüquqi rəyini təqdim eləsin və biz sizin rəyinizi də öyrənək, bilək ki, sizin argumentləriniz nədən ibarətdir və sizin rəyiniz əsasında da müzakirələri davam etdirək. Və biz də söz verdik ki, yaxın 2 gün ərzində vətəndaş cəmiyyəti adından həmin sənədə hüquqi ekspertizanı və rəyi təqdim eləyəcəyik. Yəqin ki, bu rəy onlar tərəfindən də öyrəniləcək və sənədin imzalanıb, imzalanması məsələsində bizim rəyə də istinadlar olacaq. Amma bu demək deyil ki, o rəy o sənədin imzalanmasını dayandıracaq. Müraciətlərimiz barəsində məlumatlıdırlar. Deyirlər ki, mətbuatdan oxuyuruq, gedən prosesləri izləyirik, həm beynəlxalq səviyyədə, həm yerli səviyyədə. Bununla bağlı narahatçılıqların olduğunu bilirik. Və eyni zamanda biz istədik ki, yaxın zamanlarda, yəqin ki, bu yeni ildə mümkün olacaq, bir qeyri-hökumət təşkilatları ilə demək hökumətin dialoqu təşkil olunsun və onu da qeyd elədik ki, hal-hazırda bizim gündəmdə dialoq məsələsidir və biz bu məsələləri müzakirə eləmək niyyətindəyik. Siz də və biz tərəf də istəyirik ki, öz argumentlərimizlə bu müzakirələrdə bir-birimizin mövqeyini eşidək. Amma onu da qeyd elədik ki, vətəndaş cəmiyyəti müxtəlif fikirlidir. Vətəndaş cəmiyyətində sabahları dialoq tərəfdarları olanların argumenti zəif olacaqsa, onda biz yəqin ki, bu qanunvericiliyə etiraz hüquqlarımızın digər vasitələrindən də istifadə edəcəyik. Nə qədər müddətsiniz? Yəni imzalamamağa, yəni imzalaya bilərlər? Bilirsiniz, 2009-cu ildə bu praktika olubdur və vətəndaş cəmiyyətinin fəaliyyəti son nəticədə həmin qanunvericiliyə dəyişikliklərin bir qisminin imzalanmasına və bizi narahat edən əsas maddələrin oradan çıxarılmasına gətirib çıxarıbdır. Və düşünürəm ki, bu vətəndaş cəmiyyətinin mövqeyindən, gücündən, bu məsələlərlə bağlı birgə və həmrəy fəaliyyətindən asılıdır. Əgər biz həqiqətən də Azərbaycan vətəndaş cəmiyyətinin müstəqil təmsilçiləri bu istiqamətdə ardıcıl və sistemli olaraq iş aparsaq, onun təsirləri ola bilər. Amma bəri başdan deyək ki,
bu sənəd imzalanmayacaq və bizim səsimiz indidən eşidiləcək. O çox tezdir, çünki ən azı biz öz tərəfimizdən də hüquqi baxımından arqumentlərimizi əsaslandırıb təqdim eləməliyik ki, nəyə görə bu sənədin imzalanmasını istəmirik və bu sənədin vətəndaş cəmiyyəti üçün hansı təhlükələri var? Sadəcə olaraq bizi qəbul elədi. Çox təəssüflər olsun ki, şöbə rəisi qəbul eləmədi Əli Həsənov. Amma onun mavini qəbul elədi və sadəcə mən hesab edirəm ki, o qədər də çox şey gözləmirəm. Müraciət çatdırıldı ona, qeydlərin istəkləri çatdırıldı. Yəni ki, Qubad bəy də qeyd elədi ki, biz istəyərdik ki, bizdə bir dialoq alınsın. Nədən narazıdır qeydlər, o bütün bənd müzakirə eləsin. Ona görə ki, bizdə hüquqşünaslar qrupu yaradılıb, yəni qeydlər içərisində. Hüquqşünaslar qrupu artıq hansı bəndlərin qeydlərə təzyiq kimi adlanır, yəni vətəndaş cəmiyyətinin məhvinə doğru yönəldi və orada öz əksini tapsın. İndi Tahir müəllim dedi ki, siz öz fikirlərinizi göndərin bizə. Biz təkidlə dialoq xahiş elədik və dialoqa mən eşitmədim, o dəqiq bir söz üçün dialoq olacaq. Amma düşündük ki, bu müddət ərzində ki, hansı ki ola bilər prezident bayrama kimi qol çəksin, ola bilər xeyləm çəksin. Amma yaxşı olardı ki, siz göndərəsiniz sənədləri. Və düşünürəm ki, orada Leyla Əliyeva bir çox gözəl söz dedi ki, bu Azərbaycan imicinə ziyandır. Əgər bir ölkədə sivil vətəndaş cəmiyyəti yoxdursa, o ölkədən, demokratiyadan danışmaq qeyri-mümkündür. Əslində biliyoruz ki, bu cəmiyyət, vətəndaş cəmiyyəti dövlətin xidmətindədir, maraqlıdır. Amma burada bizi qəbul eləyib, eşidib, nəsə deməklərə heç nə mənim ümidim yoxdur. Ona görə mən yenə deyirəm, biz öz gücümüzü, QHT-ların, vətəndaş cəmiyyətinin qüvvəsini ortaya qoymalıyıq ki, qoya bilsək, keçəcək sözümüzdə. Sözümüzdə keçəcək, düzələcək. Əks halda təşəkkür edirəm. Biz indi yenə var gücümüzlə çalışacağıq, təşkilatlanacağıq və koordinasiya şurası yaradacağıq QHT-larda və bu istiqamətdə işimizi görəcəyik. Təşəkkür.